Benim Amerika'da yaşayan bir dostum var. Amerika'da yaşayan yerlilerin medeniyetiyle, musikisiyle, yer adlarıyla, toponimlerle, ənənələrlə bağlı yeri geldikçe bana videolar gönderir. Ben de o videoları seve-seve sizinle paylaşıram. Demek ki bana son olarak bir video gönderip o video yerli Amerikalıların boyu olan Komançilerden bir kızın fleytada ifa ettiği musiqidir. O musiqini indi mən sizə göstərəcəm. Kısa bir musiqidir, təxminən bir 30-40 saniyə. Budur. Bu musiqini mən internette çok araştırdım. Tapa bilmedim. Musiqinin adı yoktu. İfacının da adını tapa bilmedim. Adı nedir? Ama o yazılana göre bu kız Comanche boyundandı. Bu musiqini çok tez fon musiqisi olarak istifade edirlər. Ona bəzən soundtrack deyirlər, bəzən fon musiqisi deyirlər. Onu musiqiçilər daha yaxşı bilərlər. Demək, bu musiqinin, ayın musiqisinin adı Aak Kundu. Bəstəkarı yoxdur. Bu Comanche boyunun bəstələdiyi bir musiqidir. Aak Kun və bunun altındakı o yazıda da yazır. Rus diline tercümesi var. Belaya Solnce, Belaya Solnce. Ad, gün bizim dilimizde. Şimdi ben bu gün sözünden yola çıkarak Amerika yerlilerinin dillerinde bazı kelimeleri hazırladım sizin için. Demek Maya dilinde gün kindi. Gün çıxdıya kin juk deyirlər. Yani, gün çıxdı. Şəkilsizdir, kök söz olarak istifadə olunur. Hələ onlar sözlerin sonuna şəkilçi əlavə etmirlər. Olduğu kimi deyirlər, gün kindi, çıx da jukdu. Gün battı sözünə. Kino utubul. Kino utubul. Eski Türkçe'de batıya, günün batışına gün butu deyirlər. Gün batı, gün butu deyilir. Bu söz gün battığı kino utubul. Kino utubul. Denize kayak onabo deyirlər. Suyun üzündeki deniz vasitesine ön Türkçe'de kayak deyirlər və bu elə indi də Amerika yerlilərinin dilində kayakdır. Tek adamlıq veya iki adamlıq balaca bir qayıqdır. Biz ona qayıq deyirik. Ama kay sözü, kaya dənizdə onlar kayak deyirlər, sürüşmək anlamında, üzmək anlamında. Və onabo sözünü mən tərcüməsinə baxdım, onlarla. Yani iki sözün birləşməsindən onlarla üzən anlamında. Yani deniz büyük olduğuna göre onlarla kayıp onun üzerinde üzebilir. Say verir burada. Ona 10 saydı. Ve tercümesi de onlarladı. Ona bu. O kök söz olarak ondu. Ve en önemlisi su. Su onların dilinde judu. Ve ön Türkçe'de su sözü ju kimi kabul edilir. Ön Türkçe'de ju sonradan bizim dilimizde zamanla suya çevrilip ve
Bu səs təqlidi ilə yaranan bir sözdür. Adətən su ilə bağlı şeylərə biz məsələn, bulut deyirik, buxar deyirik. Amma suya su deyirik. Yəni, nəticədə buluddan da su tökülür, buxar da suya çevrilir, amma onlar bu ilə başlayır. Bu su səs təqlidi ilə yaranan kəlmələr sırasına daxildir. Və su və ju eyni kəlmədir. Və mən sizə bir şey deyim, avtomobil markası olan Jigulinin Türkçə anlamı su gülü deməkdir. Bugünlük anlatmak istədiklərim bu qədər. Allah'a ısmarladık.